Limonun artırılması haqqında danışırıq. 3 aprel 2025-ci il. Limon bitkisi toxum və vegetativ üsullarla artırıla bilər. Toxumla artırmaq, calaqaltı yetişdirmək və seleksiya üçün məqsədə uyğun hesab edilir. Bugün biz çilik ilə artırma üsulunu sizə göstəririk. İlk öncə çilik tədarük etməliyik. Çilik tədarük etmək üçün yaxşı olar ki, günəş düşən budaqlar olsun, bir illik məhsul verən, yetişmiş budaqların olması məqsədə uyğundur. Əsasən bir illik yay zoğlarından, yəni indiki vəziyyətdə budaqlardan artırmaq məqsədə uyğun hesab edilir. Belə bir budaq kəsmişəm. Aşağıdan düz kəsirik, yuxarı hissədən isə çəpinə. Gözün yuxarı hissəsindən çəpinə. Bu cür yarpaqları mütləq kəsməliyik. Çilingimiz hazır. İstənilən dipçəkdə və qabda artıra bilərsiniz. Əsas odur ki, drenaj olsun. Bu cür dipçəyin alt hissəsində və ya qabın alt hissəsində dəliklər olsun. Və mən bura torf əlavə edəcəm. Amma siz torfla iri dənəli qum da əlavə edə bilərsiniz. Birin birə nisbətdə. Budaqları bir neçə saat stimulyatorda, kökləndiricidə də saxlaya bilərsiniz. Və ya toz halında batırıb ək edə bilərsiniz, suda saxlamadan. Mən bu cür toz halında olan stimulyatora batırıb əkirəm. Batıracaqsınız. Bu cür yerləşdiririk və sonra əlimizlə bərkidirik. Və sonra bura su verməyi unutmayın. Uğurlar.